göz nəzər dəyməsin, nəzər kəsməsin, Aytaç. O qədər pisləməyənlər var ki sizi. Morsa geldi. Bu arada tanıysan da yəqin. Ana. Dilahə Yusufova sağ salam verin. Həkim ha. Ben hemizden doğum tanıyarım da hepinizden. Moruq da geçək qızdı. Allah'ın da xoş olsun. Aleyküm, herkese salam. Yeni gənclərimizi salamlayıram. Ayta, çağırdan bildim moruq olduğunu. Oy, adı İlahə, soyadı Yusuf. Ay Hüseyrov, orada yazsan ayrıldızım. Niye ayrılır abala? Ayrılmaqla sana nəyə qalacaqdı? Onun yoldaşının nəyə qalacaqsa? Şalvarımı, kəstumu, niye elə cəmat elə qarışqırağıysan? Bilirsiniz necədir, farklılıqla yerlərdə fikir vermə, qurtlamışlardır, qurtlarını tövməyə çalışır. O da moderatorlarımız sağ olsunlar, nəzarət eləyirlər. Öz-üzünə qarşı neyinirsiniz? Havalar nə tərk keçir orada? Hava qəşək, bir dənə qarımız yağdı. Buralara da yağdı o qardan. Qarın sədası gəldi. Yox, mən Allah şahiddir ki, biz ayrılmaq söhbət eləməmişik. Sadəcə o Hüseyindir də dedi, sonra da üzr istədi. Amma mən prosto ki, ailədə başqa bir söhbət var. Mən bilirəm, onu da eşitdim. Ay Aytaç, hamısını eşitdik qadanam sənin. Biz burada olmamıza baxmayıq, hamısını eşitdik. Amma... Papamı xalası oğlanların hamısına çoxlu salamlar deyərsən əmilərimə. Mənə valla onlar da yandılar. Allah can sağ olun. Sağ ol qadanam, Aytaç, sağ ol. Hər zaman hörmətli olasan. Hər zaman şəxsədan gəlsin, şəxsədanız gəlsin, ailənizə bir yerdə. Amma bilirsən də deyirəm, düz deyil, o ailə arasında olur, birdən kişi xalaqdır, coşur, danışır, amma nəsələ gerək canlı yandırmıyor. Elə bir insan olmasın ki, onun evdə söz-söhbət olmasın. Boş ver geçsin, nəyə görə sən kesiri saxlayası deyilsən ki? Əlbəttə ki, düzdür, sözlərində həqiqət. Sadəcə olaraq, ay bacım, mən sadəcə ailəmi qorumaq çalışıram. Ailəmdəki problemin aradan qaldır. Çox sağ olun, təşəkkür edirəm. Hədiyə üçün. Ailəmdəki problemin aradan qaldırılması üçün çalışıram. Yəni, şeyinə də deyirəm, Hüseyin, biz burada indi yadıq, daha düzdür, dəyərli buranın qonşular da var, Allah yaxşılar can sağ versin. Sadəcə mən keyfimdən eləmirəm. Mən zəng eləmsə, Hüseyin maraqlanmalıyam, yarım saatdan bir, indən sonra 5 dəqiqədən bir zəng eləyəcəm. Ay Aytaç, cavansız ay bacı, ona görə sən qısqaçsan, bilirəm sənin xəsiyyətini. Ona görə zəng eləyirsən ki, görüm bir aşkım hardadır, tezim gələcək. İşməyinlə maraqlanıram, işməyinlə maraqlanıram, harada olmağınla maraqlanıram. Birisini necə, prosto Hüseyin qısqaç deyil də, Hüseyinə biraz şey gəlir, amma əslində qalmış onda qısqançlıq sən onu çox sevdiyindən qısqansan da. Sevməsən neyəsə, niyə maraqlanıb? Deyəsən, ay kişi qadı, gedir, geçsin pul qazansın, axşam gəlsin. Sən onu sevirsən ki, qısqansan da, nə? Ay bacı, həm də bir hadisə olubsa, indi burada mən... Bilirəm, Aytaç, bilirəm. Gəldi çatdı qadanam sən, açıqlama yenə, gəldi çatdı. Hamısı gəldi çatdı. Bilirəm. Mən də geçməyəcəm ona. Valla mən bu xəsiyyətimə bəyəm, Mehdi kişi nətər olub, mən də onun qızıyam, tövkülərini yığmışam. Mən bir neçə nəfər necə mələtdiyim, bunu da onun gözünə qatacağım ki, bəziləri özünə gəlsin. Özünə gəlmədikcə harınlamasın, qarınlamasın. Söhbət inandan, güvəndən getmir, sadəcə olaraq. Ay Aytaç, bər bax ana, Hüseyin işdə nə iş görür bə? Sizdə necədir saat? Xoşqədəm xanımın verişinə gedibdi də. Düz deyirsən. Yaxşı deyil. Papama oxşayır. Papama mən alın hissəsini oxşadıram belə. Burası. Nə bilim ana, gözləri özünün uşaqlığındır, nə bilim valla. Gözləri Hüseyinə oxşadıram açığı.
Sən. Onunla yanaşı belə deyim də. Ümumilikdə boya Biri görə. Hüseyin yazıb ki, Hüseyin'e yemek pişirmişsən. Pişirib qadana, karışıqı qızardıqdı. Bölümdə yumurtası da var. Yumurta glazur gelib töküb. Yox, gələndə uşağı verəcəm, izləyicilərimizin gözü önündə bişirəcəm. Mən yemək pişirməyi də bilirəm, şirniyyat pişirməyi də bilirəm, təmizliyi də bilirəm. Narahat olmasınlar bəziləri. Sadəcə olaraq mən Hüseynə deyirdim ki, ay Hüseyn, zəhmət olmasa uşaq saxla, deyirdi Ayşə, uşaq sən saxla, mən özüm hazırlayacağım. Kartofunu, soğanını soy, mən özüm eləyəcəm. Bir ay öncə olan Ayşədə, bir ay ətrafında oldu. Və bura bir aydan artıqdır. Hem sözüm eləmişim. Salam bacı, aleyküm salam. Ben de deyirəm, sağlıq olsun. İnşallah gözləyirəm. Gəlsin, gözünüzün önündə özüm hazırlayacağım. Artıq yazın çünkü o da artıqdır. Fikir vermeyin. Ha, hiç okuya da bilmedim vallahi. Harfli okuya da bilmedim. Pişir de. Ne bileyim neyse boş ver. Okuya bilmedim ay Aytaç. Vay, Aytaç neçə aylıqdır? 5 ay olacaq, tamamlanacaq 6 ay var. Ay neçəsində? 7'sine 7 var. Her an 7'si bir ay. Hə, 7'sində, ay 7'sində, hə. Her an 7'si, Ağustos'un 7'si oldu. Vaxtından əvvəl anadan oldu sözünüzü. Bilirəm Ağustos'un 7'si olduğunu. Aa. Allah saxlasın.